Sabah indi öz kitabımın görsən danışa bilmirəm. Həmişə sizə başqalarının kitablarından, hekayələrindən danışıram. Bu dəfə isə qərar verdim ki, öz yazdığım kitabdan danışım. 2022-ci ildə nəşr olunan bu kitab Abşeron Yarım Adamı adlanır. Əslində bu şeirlərdə yazılan bizim öz insanlarımız və öz coğrafiyamızda keçən hekayələrdir. Yarım adamların, təklərin, tənhaların, düşüncə olaraq tək olanların, fikir olaraq, əqidə olaraq tək olanların həm də hekayəsidir. Kitabın üz qabığında rəssam Anar Hüseynzadənin bir tablosundan istifadə olunur. Bu tabloda bir qayıqda 4 nəfər və hər biri qayığı fərqli bir istiqamətə çəkərək onu parçalamağa çalışır. Abşeron yarımadamları 4-ə böldü qayığı. Macəranın gözləri ilə görüldü uzaq yaşıl adalar, şimala doğru dedi istirahətlər. Gücün qolları avarları çəkdilər, cənuba doğru dedi küləklər. Mavi yolun sirrini çözdü xəritələr. Qərbə doğru dedi biliklər, dua ilə doğru gülqırlar, şərqə doğru dedi küləklər. 3 hissədən ibarət olan bu kitab 7 ilə yazılıb və 7 ildə yazılan şeirlərdən bir seçmədir. Bu şeirlərin əsas mövzusu bizim ətrafımızda hər gün gördüyümüz insanlar və hər gün qarşılaşdığımız hadisələrdir. Əslində bu kitabla Abşeronda, yəni öz ətrafımızda yaşanan gündəlik həyatın təlaşından, rutinlərin qaça-qaçından, təkrarından görə bilmədiyimiz şeirsel məqamlara işıq tutmağa çalışır.